Gec doğuş, heç doğmamaq və hormonal dərmanlar xərçəng xəstəliyi riskini artırırmı? Təbii ki, süd vəzi xərçənginin risk faktorları vardır ki, bunların içərisində heç ana olmamaq və yaxud da gec yaşda, məsələn 35 yaşdan sonra ana olmaq, hormonal dərmanlar da bunlar birbaşa olaraq süd vəzi xərçənginin riskini artıran faktorlardır. Çünki orqanizmin hər bir yaş dövrünün özünə məxsus tələbləri vardır. Ana olmaq yaşı 35 yaşa qədərdir. Çünki 35 yaşa qədər ana olduğunuz zaman siz həm də süd vəzi xərçəngi riskini aradan qaldırmış olursunuz. Eləcə də övladınızda da müəyyən genetik xəstəliklər, həmçinin də sizin özünüzdə də müxtəlif növ onkoloji xəstəliklərin əmələ gəlmə riskini də azaltmış olursunuz. Eləcə də ana olmamaq, bu da süd vəzi xərçəngi riskini artırır. Bəs bunların səbəbi nədir? Səbəb hormonal faktorlardır. Hamiləlik əgər 35 yaşdan sonra baş tutursa, bu zaman tövsiyə olaraq onu demək istəyirəm ki, mütləq şəkildə süd vəzlərinizi müayinə elətdirin və hamiləliyin 6-cı ayında və hamiləliyin son aylarında süd vəzlərinizi ultrasəs müayinəsindən keçirməyə tövsiyə eləyirəm. Çünki 35 yaşdan sonra ana olan, eləcə də hamiləlik dövründə də süd vəzi xərçənginə rast gəldiyimiz hallar çox olubdur. Mənim özümdə də bir neçə pasiyentim var ki, hamiləlik zamanı onlarda süd vəzi xərçəngini aşkar etmişik. Təbii ki, bu bizə həm müalicə prosesində problem olur hamiləliyin olmağı, həm də ki, xəstəliyin gələcəkdə proqnozu baxımından da ciddi problemlər yarada bilir. Ona görə də hər zaman xanımlar sizə deyirəm ki, sağlam olun və sağlamlığınıza qarşı diqqətli olun.